Salam değerli abituriyentler, her birinizi hoş gördük kanalında. Bugün yeni bir video derslə karşınızdayım. Təbii ehtiyatlar və onlardan istifadə bu yetər qədər, yəni önəmli bir dərsi, hər biriniz bilirsiniz. Deməli, təbii ehtiyatlar tükənib bərpa olunan ehtiyatlara ayrılır. Ayrılır yox, ora aiddir. Yəni təbii ehtiyatların hamısı tükənir və bərpa olunmur. Bunu bilməyimiz lazımdır. Demək, birinci sualda zəngin geotermal enerji ehtiyatlarına malik olan ölkələrdən söhbət gedir. Biz geosinkronallarda yerləşən yəni ölkələri götürə bilərik. Hansı ki, platformada olan ərazilərdə heç vaxt yəni yerin belə deyək də geotermal enerjisindən istifadə etmək olmur. Məsəl üçün burada Polşadır, Belarusdur, Şərqi Avropada yerləşən, özdə necə deyim, platformada yerləşirsə, burada heç vaxt bunlardan istifadə, geotermal enerjisindən istifadə etmək mümkün deyil. Birinci olacaq A variantı. İkidə dünyada oduncaq tədarükünə görə fərqlənən ölkə. Oduncaq odur ki, yəni ya şimal meşə qurşağı, ya cənub meşə qurşağı. Burada da biz bilirik ki, təxmini bax bu xəritədə baxın, 10-cu sualın xəritəsinə diqqət eləsək, demək şimal meşə qurşağı bax belə. Burada Skandinaviya ölkələri götürülür. Bax bu ərazidə Norveç, İsveç, Finlandiya və Rusiya ərazisi götürülür. Buradan da Kanadanı biz ABŞ-ı götürə bilərik, şimal meşə qurşağını. Deməli, ona görə cavabımız olacaq A variantı. Üçüncüdə meşə ehtiyatlarla yaxşı. Yenə də həmin sualdır, həmin cavabdır. Burada biraz cənub meşə qurşağına daxil olan ölkələrdən də, məsələn, Venezuela, Konqonun da adı var. Çünki biz bilirik ki, bu ərazilərdə Amazon və Konqo hövzəsində ekvatoral meşələr var. Ona görə də biz, məsəl üçün, Özbəkistanı buradan çıxarıq. Belarus'du, çıxdıq, Namibiya. Ən azından bildiyiniz ölkələri çıxın. Azərbaycanda ümumiyyətlə meşə ehtiyatı azdır və cavabımız olacaq üçüncüdə B variantı. Kongo, Kanada, Venezuela, Rusiya və İsveç. Dördüncü sualda daş kömürü ehtiyatının çoxluğuna görə, daş kömürə görə seçilən ölkələr Rusiya, ABŞ, Çindir. Bunlar dünya liderləri hesab olunur daş kömürə görə. Beşinci sualda şirin su, torpaq, meşə, heyvanlar aləmi təbii ehtiyatların hansı növünə aiddir? Təbii ehtiyatlar ikiyə bölünür, tükənib bərpa olunanlar, tükənib bərpa olmayanlar. Bütün bu faydalı qazıntılar tükənib bərpa olmayan idi, amma su, torpaq, meşə, heyvanlar aləmi isə tükənən və bərpa olunan növünə aiddir. Y variantı olacaq. Altıncı sualda Afrikanın neft ehtiyatları ilə zəngin olan əraziləri. Neft ehtiyatları biz bu Afrikada çıxarılır. Şimali Afrika zonası, məsələn, Liviya, Əlcəzair, Misir. Bu ölkələri götürə bilərik. 2. Bir də Qvineya körfəzi sahilləri. Neftlə zəngin ölkələrdir. 1 və 2 olacaq, daha doğrusu, üzr istəyirəm, 2 və 3 olacaq sualımızın cavabı, yəni B variantı. 7-ci sualda qara metallurgiya sənayesində istifadə olunan xammal. Qara metallurgiyanın xammalı ümumiyyətcə bilir ki, dəmir, manqan, xromdur, daş kömürdür. Azərbaycanda yaxşı inkişaf etməməyinin səbəbi də daş kömürü yoxdur. Bu arada yəni kiçik bir məlumat. Və bunlar hamısı da nədir? Tükənən və bərpa olmayan növə aid edilir uşaqlar. Dəmir filizi ehtiyatlı zəngin olan ölkələr. Dəmir filizinə görə seçilən əsas ölkələr Braziliya, Hindistan və Rusiyadır. Variantlardan da çıxma yolu ilə də biz dəmir filizi ehtiyatını əsasən yəni yaylada yerləşməlidir. Yəni qədim dağlarda, bilirik ki, kristallik şistlərin səthə çıxdığı ərazilərdə filiz ehtiyatları zəngin olur. 9-cu sualda Avstraliyada filiz faydalı qazıntıların çox olmasının səbəbi nədir? Bayaq dediyim kimi kristallik maqmatik suxurların üstünlük təşkil etməsi, yəni B variantı olacaq. 10-cu sualda xəritə sxemi əsasən neft-qaz. İndi neft-qaz deyirsə, burada çökmə suxurların ən çox olduğu ərazilər. Yəni neft hardan çıxardılır, neft-qaz hardan çıxardılır? İndi onlara baxacağıq. Deməli, burada İran körfəzi sahilini deyə bilərik. İran körfəzində neft çıxarılır. Burada Meksika körfəzidir. Daha sonra burada Qaradəniz və Xəzər dənizi götürə bilərik. Xəzər dənizini qeyd olunubdur. Xəzər dənizini götürə bilərik. Bir də rəqəmlərdən, bir də burada Şimal dənizinə götürəcəyik. Cavabımız olacaq, ona görə də A variantı. 2 rəqəmə Ağ dənizi göstərir, orada nefti demirik. Xəritə sxemi əsasən boksit hasilatına görə fərqlənən regionlar uşaqlar. Boksit 11-ci sualımıza diqqətlə baxırıq. 1. Braziliyanı götürəcəyik. Braziliya boksit ixrac edir. Burada Guyana, Surinam, Mərkəzi Amerika ölkələridir. Bax, bunları götürə bilərik. Braziliyanı götürə bilərik. Burada da var. Yenə həmçinin Avstraliyada boksit ehtiyatı ilə yəni zəngindir. Və nə qaldı? Bir də burada Qərbi Afrikada,
yenə də boksit ehtiyatla zəngindir. 12-ci sualda su elektrik stansiyalarının tikilməsi məqsədə uyğundur. Biz bilirik ki, çayın su sərfi çox olmalıdır. Düşməsi çox olmalıdır ki, biz çayda su elektrik stansiyası tikə bilərik. Düşmə çox olub, çayın su sərfinin az olmağı bizim işimizə yaramaz. Meyilliyi az yox, meyilliyi çox olmalıdır ki, düşmə də çox olsun. Burada da düşmə azdır. Düşmə və su sərfi böyük olmalıdır ki, o çaylarda su elektrik stansiyası tikilə bilsin uşaqlar. 13-cü sualda inkişaf etməkdə olan ölkələrdə qara metallurgiya sənaye sahəsi. İnkişaf etməkdə olan ölkələrdə qara metallurgiya xammal və yanacaq mənbələrinə yaxın yerləşdirilir. Ümumiyyətcə, qara metallurgiya xammal və yanacaq mənbələrinə yaxın yerləşdirilir. İnkişafda olan, etməkdə olan fərq yoxdur. Amma inkişaf etməkdə olan ölkələr xammal ixracatçıları olduğu üçün bu sual belə tərtib olunub. 14-cü sualda ixracatlarında neftin təşkil etdiyi neft, bayaqlar dediyimiz kimi neft hansı ərazilərdə çıxardıla bilər? Deməli, Ərəbistanda deyə bilərik, yəni Ərəbistan, Səudiyyə Ərəbistanı ölkədir, ölkə olaraq, yəni ərazi olaraq yox, Səudiyyə Ərəbistanını götürə bilərik. Burada bədir, 4-cü rəqəm bədir, yəni Birləşmiş Ərəb Əmirlikləridir, onu götürə bilərik, qeyd edək bunların hamısını. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və İran. Həm də bunlar OPEC üzvləridir. 15-ci sualda ixracatında neftin üstünlük təşkil etmədiyi, bu səfər etmədiyi deyirsə, yəni olanları çıxacaq, yerdə qalanlar, məsələn, Türkiyə olacaq, Əfqanistan olacaq, Pakistan olacaq. Deməli 4, 6, 7 varsa, 1 də var. Birinin yerləşdiyi əraziyə bir dənə baxaq. Buradadır. Tacikistan, burada da təbii ki, neft nə gəzir. 16-cı sualda təbii rekreasiya ehtiyatı ilə zəngin olan ərazilər. Rekreasiya bilir ki, turizmdir, istirahət yerləridir. Yaxşı ərazilər götürəcək. Məsələn, bax, burada bu Havay adalarının olmağı bizə cəlb eləyir. Sadəcə burada Havay adaları olsa da Patagoniya yaylası var. Turan ovalığı var. Taymırda kimdir gedib dincəlsin, düzdürmü? Və yaxud da Qərbi Sibirdə kim gedib dincəlsin o soyuqda? Cavabımız olacaq D variantı. 17-ci sualda qabarma elektrik stansiyalarının tikintisi üçün əlverişli şərait olan hansı ərazilərdə qabarma daha çoxdursa, məsələn, Ağdənizdə, Fandi körfəzində, Fandi körfəzinin elə adı var, ən hündür bilir ki, qabarma çəkilmə elə Fandi körfəzindədir, 17 metr hündürlüyü var, yəni olubdur indiyə qədər. 18-ci sualda helioism, yəni günəş enerjisindən istifadənin imkanları. Biz indi soyuq əraziləri çıxandan sonra, həm də ki, İnkişaf etmiş ölkələr ən çox helioisdən istifadə edir. İnkişafda olan ölkələrdə bu şərait olsa belə çox istifadə eləməsi biraz mümkünsüzdür. Məsəl üçün, Əlcəzairdə şərait var, amma imkansız da eləyə bilməz. Soyuq əraziləri və buludlu əraziləri çıxdığımız halda cavabımız baxın, inkişaf etmiş ölkələr D variantıdır, görürsünüz. Həm inkişaf etmiş ölkələr, həm şərait var, D variantı cavabımız olacaq. 19-cu sualda xəritə sxemə əsasən ekstremal yəni əlverişsiz təbii şəraitdir, yaşayış üçün əlverişi olmayan ərazilərdir. Burada deməli, bax, 2 Sibiri göstərirlər, Taymır yarımadasını mütləq onu götürə bilərik. Burada Kanada Arktik arxipelağı 1 rəqəmi təsvir olunubdur, onları götürə bilərik və Afrikanın şimalında da səhradır, biz götürə bilmərik ki, yəni orada yaşaya bilmərik də. D variantı sualımızın cavabıdır. 20-ci sualda xəritə sxemində dünyada meşə ehtiyatlarının daha geniş yayıldığı ərazilər. Meşə ehtiyatları deyirsə, biz ya şimal meşə qurşağı, ya cənub meşə qurşağını götürəcəyik uşaqlar. Variantlardan da, yəni çıxma üsulu ilə də yenə eləyə bilərsiniz. Demək, biz hardasa meşə olmayan əraziləri çıxsaq, məsələn, birinci sual, 1-dir, 3-dür, bunlar səhra, yarım səhra ərazilərində nə gəzir meşə? Məsələn, şimal meşə qurşağında bəli, götürə bilərik. Bax, məsəl üçün, bayaq dediyimiz kimi Norveç, İsveç, Finlandiyadır, sonra Kanada, ABŞ bu əraziləri götürə bilərik. 2 və 4-ü götürəndən sonra yerdə qalır 5 və 6. 5-dəki Konqodur, bilirsiniz ki, cənub meşə qurşağıdır. Ona görə cavabımız olacaq B variantı. 21-ci sualda torpaq fondunda əkin sahələrinin payının daha yüksək olduğu deyir. Daha yüksək olduğu ərazilər deyirsə torpaq. Geniş əraziləri, əkinçiliyə şərait olan əraziləri götürə biləcəyik. Biz soyuqları çıxırıq, kiçik əraziləri çıxırıq. Məsələn, Norveç, burada Misir istidir. Monqolistan bilir ki, heyvandarlıqdır, Nepal heyvandarlıq dağlıq ərazidir. Ona görə cavabımız olacaq B variantı. Ukrayna, Qazaxıstan və Hindistan həm də buğda ehtiyatına, buğda istehsalına görə seçilən ölkələrdir. 22-ci sualda sesin mənfi cəhətləri nələrdir uşaqlar? Ses, yəni su elektrik stansiyası. Biz bilirik ki, sesin tikintisi baha başa gəlir, amma istifadəsi daha sərfəlidir. Amma sesin
Daha doğrusu İES-in isə tikintisi ucuzdur, amma yanacaq olaraq mazotdan istifadə olunur, tükənən ehtiyatlardan istifadə olunur deyə bu baxımdan sərf eləmir. Amma SES nə edir? SES-in mənfi cəhəti də odur ki, ətraf ərazi suyun altında qalır, yəni belə deyək də, rütubətlənir, torpaqda yeraltı sular səthə yaxın yerləşir, şoranlaşma baş verir. Amma təbii şəraitdən asılı olmağı biraz çətin məsələdir də. Təbii şəraitdən asılıdır və tələbata uyğun yerləşdirilə bilmir. Falan yerdə tələbat var, SES quraşdıraq eləyə bilmərik, çünki orada su yoxdursa, əgər axımı güclü olan su yoxdursa, biz orada necə quraşdıra bilərik SES-i? Gedək çayhardan tapaq gətirək. Yəni o baxımdan təbii ərazidə, təbii şəraitdən asılıdır. Dünyada ən böyük daş kömür ixracatçıları hansılardır? Biz mütləq burada carı mütləq şəkildə götürməliyik. Avstraliyanı 100% gözü yumulu götürməliyik və Rusiyanı götürə bilərik daş kömür ehtiyatına görə. 24-cü sualla davam edir. Dünyada ən böyük daş kömür ixracatçıları, yenə 23-cü sual kimi, yəni onu oxşuyur. Deməli, yenə Avstraliyanı götürəcəyik, biz burada carı götürəcəyik və ABŞ-ı götürə bilərik. Rusiyada, ABŞ-da, Qazaxstanda da bilirik ki, Karakandakı Bastus daş kömür ehtiyatları var. Yəni ümumilikdə, məsəl üçün Fransada, İtaliyada, Belçikada faydalı qazıntı demək olar ki, yoxdur. Ona görə onları çıxırıq. Yəni ən azından ixracatçı belə deyirlər, yəni. 25-ci sualda yanacaq faydalı qazıntılarla biz bilirik ki, bir dənə də söz deyim ki, deməli faydalı qazıntıları ixrac edən yeganə inkişaf etmiş ölkələr, yəni belə deyək, inkişaf etmiş ölkələrdən cardır, Kanadada, Avstraliyadır ki, həm də xammal ixracatçılardır. Biz bilirik ki, inkişaf etmiş ölkələr adətən xammalı alır, amma inkişafda olan ölkələr xammal satılır, xammal ixrac edən ölkələrdir. İnkişaf etmiş ölkələr içərisində də Avstraliya, Kanada və carı çıxmaq şərtinə deyəcəksiniz, Rusiyada xammal satır, amma Rusiya inkişaf etmiş ölkə deyil. Və 26-cı sualla davam, yox 25-lə davam edirik. Deyir ki, burada yanacaq faydalı qazıntılarla zəngin olan, yəni faydalı qazıntı olaraq məsələn neft qazı nəzərdə tuta bilər, daş kömür kimi yanacaq faydalı qazıntılardan danışır uşaqlar. Biz burada yaylalar olan şeyləri çıxırıq, yaylı olmamalıdır. Yəni çünki ovalıqlarda çökmə mənşəli suxurlardır və ona görə də orada nə çıxarılır? Yanar faydalı qazıntılar. Yaylalar olarsa dəmir filizi, filiz faydalı qazıntılar orada. Məsələn, burada Tibet getdi, Orta Sibir getdi. Dekan yaylası da dəmir filizi deyə bilərik, Anadolu getdi. Yerdə qalır. Baxın, Mesopotamiya ovalığı, Qərbi Sibir və Orinok ovalığı. Deməli, 26-cı sualda dünyanın mis və qalay wolfram. Biz bilirik ki, mis qurşağı Ant dağlarıdır və Mərkəzi Asiya, Afrikadır. Bir də qalay wolfram deyəndə Cənub-Şərqi Asiya ölkələrini nəzərdə tutur. Deməli, biz Ant dağları və Cənub-Şərqi Asiya variantı, deməli, A variantı olacaq cavabımız 26-da. 27-də təbii ehtiyatlarla təminatı müəyyən edən əsas göstəricilər. Təbii ehtiyatın əsas göstəriciləri, deməli, ümumi həcmi lazımdır uşaqlar. Təbii ehtiyatın çatacağı illər lazımdır. Bir də əhalinin hər nəfərinə düşən təbii ehtiyatların miqdarı. Bax, bu üç göstəricini variantlardan tapmalıyıq. Ümumi ehtiyat, daha sonra hər nəfərə düşən miqdar və çatacağı illər. Deməli, ümumi ehtiyat deyirsə, bax, hər nəfərinə düşən 2 də var, düzdür? Sonra təbii ehtiyatın çatacağı illər və müəyyən edilmiş ümumi miqdarı. 2, 5, 6 D variantı olacaq cavabımız. 28-ci sualda Asiyanın mühüm neft-qaz hövzələri, bunları o qədər ki təkrar edir insan, avtomatik yəni insanın beyninə yerləşir. Neft-qaz ölkələri Asiyanın deyilində, burada Xəzəri görürük, mütləq Xəzəri götürməliyik. Qərbi Sibirdir və İran körfəzi. Rusiya Qərbi Sibirdən neft-qaz çıxarır, ona görə onu unutmuruq. Qərbi Sibir, Xəzər və İran körfəzi, başqa götürə bilməliyik. Burada Şimal dənizi deyərik, Aral dənizi deyərik, amma bunlar Asiya aid eləmirik də, Avropadır. Cavabımız nə oldu? 1, 3, 5, B variantı 28-də. 29-cu sualda metallurgiya kombinatları əsasən yerli və idxal daş kömür və dəmir filizidir. Biz idxal deyiriksə inkişaf etmiş, avtomatik inkişaf etmiş ölkə olmalıdır. İkincidə mütləq inkişaf etmiş ölkələr olmalıdır. Birincidə isə inkişafda olan ölkələr. Rusiya, Çin, məsəl üçün, car inkişaf etmiş ölkə olsa da, car, daş kömür biz bilirik ki, bayaq dedik axı, cardır, Kanadada, Avstraliyada faydalı qazıntı xammal satan ölkələrdir. Ona görə carın olmağına icazə verilir. Cavabımız baxın, ikincidə Danimarka, İtaliya, Yaponiya Y variantındadır yalnız. 30-cu sualla davam eləyək. Metallurgiya sənayesi əsasən gətirmə xammala əsaslanan ölkələrdir uşaqlar. Biz burada yenə variantlarda inkişaf etmiş ölkələri çıxırıq. Carın Kanada görərsək yox. Məsəl üçün, bax, A variantında çoxlu inkişaf etmiş ölkələr var. Gətirilmə xammal deyir. Daha doğrusu gətirilmə deyirsə, inkişaf etməkdə olan ölkələri çıxırıq. Məsələn, burada Hindistan var. Gətirilmə deyil, bunlar yerli xammal əsasındadır. Burada Rusiya var, car var, Hindistan var. Məsələn, burada Qazaxıstan var. Gətirilmə xammal deyirsə ancaq və Ukrayna var.
Ancaq xarici ölkələr, yəni Avropa ölkələrini, xarici dediyimiz, yəni inkişaf etmiş ölkələr, Yaponiya, Almaniya, İtaliya və Fransa, Avropa ilə Yaponiyanı mütləq götürməliyik. Onlar gətirilmə xammalıdır. 31-ci sualda Qərbi Sibir ovalığında neft qaz nəyə görə var uşaqlar? Ovalıq dediyimiz üçün biz demişdik çökmə süxurlarına örtülüdür. Harda neft qaz varsa, daş kömür varsa, deməli çökmə süxurlarla örtülüdür. Ona görə cavabımız olacaq 31-də Y variantı. 32-ci sualda tükənən bərpa olunan, tükənən bərpa olmayan və tükənməyən. Biz bilirik ki, günəş və geotermal enerji tükənməyəndir. Ona görə ən azından yəni dərhal bunu yazırıq. Tükənib bərpa olmayan bütün faydalı qazıntılar tükənib və bərpa olmayandır. Məsələn, bax, boksit və fosforit faydalı qazıntılardır. Ona görə yazdıq bunu. Tükənib bərpa olunanlar isə meşədir, torpaqdır, sudur. Bax, bunlar bitki heyvanlar aləmi. Bunlar tükənib. 3, 2, 1 hansı variantdadır? D variantında olacaq. 33-cü sualda yenə bundandır. Tükənməyən deyir. Tükənməyən deyən kimi günəş kürək enerjisini götürəcəyik. Tükənib bərpa olunan deyirsə, qarşılarına yazaq 2. Tükənib bərpa olunan deyirsə, torpaq, su və bərpa olmayan deyirsə, faydalı qazıntılar 2, 1, 3. B variantı doğrudur. 34-cü sualda qara metallurgiya sənayesi yerli daş kömür və dəmir fizi ehtiyatları əsasında. Yerli daş kömür artıq inkişafda olan ölkələr, hansı ki deməli daş kömürü olan ixrac edən ölkələr nəzərdə tutmalıyıq. Məsəl üçün bax burada çıxma yolu ilə İtaliya, Fransa getdi məsəl üçün. Yaponiya buradan getdi. Biz elə çıxarsaq görün yerdə cavabı necə yaxşı tapmış olarıq. Hindistan, Avstraliya, Ukrayna, Qazaxıstan. Hindistanla Avstraliya daha doğrusu Avstraliya inkişaf etmiş ölkə olsa da biz demişik ki, xamal ixracatçısıdır. Aşağıda verilən əlamətlərə aid olduğu arxipelaq deyir ki, Sakit və Hind okeanları arasında yerləşir. Cənub-Şərqi Asiyadadır və iri qalay volfram. Bayaq dedim axı, Cənub-Şərqi Asiya qalay volfram qurşağına aid edilən ərazilərdir. Cənub-Şərqi Asiya. Biz burada qalay volfram deyəndə biz məsələn Yaponiyanı çıxaq, daha doğrusu Cənub-Şərqi Asiya deyilir. Hava adalarını çıxaq, Okeaniya, Filippin elə böyük zond adaları özü cavabı göstərir ki, cavab mənəm. Cavab D variantıdır. 36-cı sualda dəmir bir neftdir, 2 daş kömürdür, digər isə qızıldır. Və bunlar üzrə deyir ki, neft, daş kömür, qızıl, elə A variantı doğrudur da. Neft üzrə Səudiyyə Ərəbistandır, Rusiya daş kömür, Çar qızıl. Tautona qızıl yatağı bilirik ki, orada var. 37-ci sualda əgər üçbucaq içi boşdursa, uzun üçbucaqdırsa, içi boşdursa, qaz ehtiyatıdır, digəri misdir və dəmir filizidir. Mən bərabər tərəfli üçbucaq deyirəm dəmir filizinə. Bərabər tərəflidir. Baxın, hər tərəfi bərabərdir. Buna da dəmir filizi demiş olacaq. Cavabımız olacaq D variantı. Təbii qaza görə Əlcəzairi götürə bilərik. Mis qurşağı Ant dağlarındadır, Peru, Çili və dəmir filizi də Braziliya lider. 38-də dünyanın lider deməyək, yəni Braziliyada, yəni bu siyahdadır. 38-də dünyanın ən zəngin mis qurşaqlarının yerləşdiyi ərazilər. Ən zəngin mis qurşağı. Biz dedik, Ant dağları və Mərkəzi Afrika. Bayaqki sualını demək olar ki, təkrardır. B variantı. 39-cu sualda dünyanın ən zəngin dəmir fezi yataqları yenə də çıxma yolu ilə elə bilər. Ən azından Ural dağları var burada. Biz Kiçik Qafqaza niyə görə Azərbaycanın Uralı adını veririk? Çünki Kiçik Qafqazda da dəmir fezi ehtiyatları çoxdur. Ural dağlarıdır, Braziliya yaylasıdır. Bax, yaylaları götürə bilərsiniz uşaqlar. Ovalıqları qəti şəkildə çıxması. Məsələn, Ərəbistan yaylası olduğuna baxmayın. Biz bilirik ki, o ərazilərdə faydalı qazıntı olaraq ancaq İran körfəzi sahilindən neft çıxartılır. Zonddur, məsələn, bayaq dedik, nə çıxar? Məsələn, Cənub-Qərbi Asiyadır, neft qaz. Zond amma Cənub-Şərqi Asiyada yerləşir deyə qalay volfram qurşağıdır. Bunların hamısını çıxdıqca elə yerdə variant özünü göstərir. 40-cı sualda neft və təbii qaz hasilatına görə fərqlənən körfəz və dənizləri istəyir bizdən. 40-cı sualda. Neft təbii qaz. Bayaq dediyim, adlarını da çəkdim. Qviniya körfəzi, Meksika, Şimal dənizi və Karib dənizi. Cavabımız olacaq burada nə? Y variantı. 41-ci sualda hasil olunan daş kömürün maya dəyəri nədən asılıdır uşaqlar? Maya dəyəri yadınızda qalsın. Nə qədər ki, deməli, layda daha dərində yerləşirsə, maya dəyəri qalxır. Nə qədər ki, lay yuxarıdadır, açıq üsulla çıxarılırsa, maya dəyəri daha da yəni ucuzlaşır da, belə deyək. Layın yerləşdiyi dərinlikdən asılıdır. Bir də çıxarılma üsulundan, açıq üsullandır yoxsa mədən üsulu iləndirmi? Bunlar önəmlidir. Cavabımız olacaq 41-də A variantı. 42-ci sualda hasil olunan neftin maya dəyərinə təsir edir. Hasil olunan neft, bu da onun kimidir uşaqlar. Neftin maya dəyərinə təsir edir laylarda yerləşdiyi dərinlik və bir də coğrafi şərait, təbii coğrafi şərait. Burada neft kimya sənayesinin inkişafı onun maya dəyərinə təsir eləmir. Əksinə, yəni neft kimyanın inkişafı hasil olunan neftdən asılıdır. Neft varsa neft kimya inkişaf edir. 43-cü sualda mis, qalay, volfram. Mis, bunu görə nə qədər sual düşdü bununla bağlı. Mis deyəndə mərkəzi
Afrika, məsələn, Kongo, Zambiyanı götürə bilərik, Mərkəzi Afrika ölkələrindən. Qalay Wolframdakı Malayziya, Indoneziya, Tayland, yəni Cənub-Şərqi Asiya ölkələri Qalay Wolfram qurşağına daxildir. A variantı olacaq. 44-cü sualda istehsal prosesində faydalı qazıntılardan kompleks istifadə nədir? Kompleks elə ki, A-dan Z-yə uşaqlar. Faydalı qazıntı girir ora. Bir də tullantılarına qədər hər şey, istehsal tullantıları daxil olmaqla orada istifadə olunur hər şey. Ona görə istehsal tullantılarının miqdarı azalır. Biz amma istehsal tullantıları olduğu atırıq, amma xarici ölkələr, inkişaf etmiş ölkələr həmin qırıntılardan belə nəsə düzəldirlər. Tükənən və bərpa olmayan deyir təbii ehtiyatlar 45-ci sualda. Tükənən bərpa olmayan bayaq dediyimiz kimi bütün faydalı qazıntılar. Baxın, Y variantı yanacaq, filiz və qeyri-filizlər. 46-cı sualda mineral tikinti xammallarına aiddir. Mineral tikinti xammallarına aiddir. Buradan nə? Yəni tikintidə istifadə olunan xammallardır da. Bentonit gilindən biz bilirik ki, nədə istifadə olunur? Metallurgiyada, qəlib tökmədə, məsəl üçün taxta deməyək. Ən çox burada bu dəmir beton yox, cavabımız olacaq mineral tikinti dediyi üçün, mineral tikinti xammal dediyi üçün biz 46-da gil, çınqıl, daş və mərməri götürəcəyik. Dəmir betonu biz mineral tikinti olaraq götürə bilmərik və yaxud da taxta şalban. 47-ci sualda Yaponiyanın filiz xammalı ithal etdiyi əsas ölkə. Yadınıza qalsın, Yaponiya ən çox faydalı qazıntını Avstraliyadan, yəni öz yanındadır da. Avstraliya nə çıxardır hamısını Yaponiyaya satmağa şansı var. Həm yaxındır, əlverişli şərait var. 48-ci həm də ki, Yaponiya kasıb da bilirik ki, faydalı qazıntı baxımından. 48-ci sualda inkişaf etmiş ölkələr arasında daş kömür, neft, təbii qaz, uran, dəmir fizi. Faydalı qazıntıların hər şeyin adı varsa, ABŞ-ı götürə bilərik 100%, 48-ci. Baxmayaraq ki, faydalı qazıntıların çoxsunu alır. Amma yenə də gözü doymur da, neyini? 49-cu sualda Norveçdə deyir, şirin sudan ən çox nədə istifadə olunur? Ən çox sənayedə istifadə olunur da, inkişaf etmiş ölkədir. Cavabımız C variantı olacaq. Məntiqlə, suallarımıza məntiqlə cavab verin. Bir də ki, bu sualların cavabına baxdıqca mən izah da verirəm. İnanın ki, bu videoya baxsaz elə faydalı qazıntılar mövzusunda çətinliğiniz olmayacaq. Təbii ehtiyatlar, təbii şəraitlə daha çox bağlı olan, bayaqlar dedim, əgər çay yoxdursa biz SES-dən necə istifadə edə bilərik, düzdür. İES-i hər yerdə quraşdırmaq olar. AES-dir, yenə hər yerdə istədiyin yerlə quraşdırmaq olar, amma GEOS, günəşdir, sudur, GEOS daha doğrusu yerin daxili enerjisi, geotermal enerjidən söhbət gedir. Bir də SES-dəki su elektrik stansiyası. Bunlar hamısı təbii şey. Günəş yoxdursa orada biz necə istifadə edək günəşin üstündən, düzdür? Məcbur deyil axı. 51-ci sualda hidroenerji ehtiyatlarından daha geniş istifadə edən ölkələr. Hidroenerji, yəni su enerjisindən. Məsələn, burada Liviya var. Adam gözünü dəyişir ki, o Liviya orada necə ola bilər? Yəni səhra, yarım səhra olan əraziləri qəti şəkildə çıxır uşaqlar. Baxın, ABŞ, Rusiya, Norveç elə özü çağırır cavabları. Variantlardan Monqolistanı çıxdıq, Nepal çıxdıq, Malavi çıxdıq, Liviya çıxdıq. Variant özü deyir ki, mənəm B variantıyam. 52-ci sualda qızıl daş kömürü ehtiyatları zəngin olan dövlət. Faydalı qazıntılardan ən çoxu çıxarılır. Burada görürsünüz hamısı inkişaf etmiş ölkələrdir. Çıxdı. Car da inkişaf etmiş ölkə olsa da xammalla zəngindir və xammal ixracatçısıdır. 53-cü sualda qara metallurgiya sənayesinin əsas xammalları hansılardır? Qara metallurgiya dəmir, manqan, xrom dedik, bir də daş kömür. Ona görə də variantda biz onu axtarmalıyıq. A variantı baxın, dəmir, manqan, xromdur və daş kömürdür. 54-cü sualda dəmir, filizə, manqan, daş kömür hansı? Bayaq eyni sualın əksinədir, qara metallurgiyadır. Bunu o qədər təkrar edirsən ki, istərsiniz elə ki, avtomatik yerləşir adam beyninə. 55-ci sualda enerji əhəmiyyətli və tükənməyən. Tükənməyən deyirsə 100%. Biz bütün faydalı qazıntılar çıxsaq, neft, qaz, oduncaq, daş kömür, oduncaq çıxandan sonra baxın, günəş, qabarma, çəkilmə enerji əhəmiyyətli. Yəni onlardan enerji əldə olunur və tükənmir. 56-cı sualda Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Dəmirdir, bir də neftdir. Dəmir və neft. Diqqətimizi cəmləməliyik. Məsələn, metallurgiya sənayesi, bax gözümüzlə görə dərhal, yəni bildiklərimizi seçin, bildiklərinizi. Yəni metallurgiya bu dərsi oxumasan belə metallurgiyada neftdən istifadə olunmayacaq ki, yəqin dəmir filizindən istifadə olunacaq da. Böyük yataqları əsasən kaynazoidadır, cavandır, çökmə mənşəlidirsə, ən çox, yəni ona görə də biz biri götürəcəyik. Tükənə bərpa olmayan. Bilir ki, hər ikisi faydalı qazıntıdırsa, hər ikisi tükənib bərpa olmayandır. Deyir ki, yüksək istilik vermə qabiliyyətindir. Biz bilirik ki, neftdə ən çox istilik vermə qabiliyyəti 10.500 kilokalori neftdədir, ən yüksək istilik vermə qabiliyyəti və təkrar emal zamanı çəkisini itirir. Bu da təbii ki, hara olacaq? Dəmir filizinə. Neftdən durub təkrar emal kimi dərhal belə təkrar istifadə olunur. Cavab nə olacaq bizdə? Bir dəqiqə. 5, 2, 1, 4, 3.
5, 2, 1, 4, 3 B variantı olacaq. 57-ci sualda daha az istilik vermə qabiliyyətinə malik olan yanacaq növləri, nefti, daş kömürü, məsələn, təbii qazı çıxandan sonra yerdə qalacaq torf, quru odun və yanar şist. Cavabımız 2, 5, 6 Y variantı. 58-də günəş enerjisindən istifadə imkanları böyük olan, baxın, Kola yarımadası soyuq ərazidir. Baxın, elə variant B variantıdır. Görürsünüz, Şimali Afrika səhradır. Mərkəzi Asiya səhra, yarımsəhra və Ərəbistan yarımadası. Biz ancaq səhra, yarımsəhra olan əraziləri seçəcəyik. Burada da Qərbi Sibir var, Orta Sibir var, Kamçatka var, Skandinaviya, Taymır elə həqiqətən adamı gülməyi tutur da bu sualı cavablandıranda çox asan sualdır. 59-cu sualda yanacaq faydalı qazıntıları zəngin olan akkumulyativ düzənliklər. Zaten yanacaq faydalı qazıntılar elə akkumulyativ düzənliklərdən çox olur. Məsələn, yaylalar çıxın, Orta Sibirdə Dekandı getdi, Tibet getdi. Yerdə də ki, Anadolu, Colorado platosu getdi. Cavab D variantıdır. Mesopotamiya, Qərbi Sibir, Orinoco eyni bayaqki sualdandır. 60-cı sualda filiz faydalı qazıntıları zəngin olan ərazilər istəyir bizə. Filiz faydalı, məsələn, qədim dağları götürə bilərik və yaxud da ki, kristalik şistlər yer səthinə yaxın yerləşən platformaları götürə bilərik. Ona görə cavabımız olacaq, məsələn, 3 Ant dağları götürə bilərik. Ural dağları dəmir filizidir, Ant dağlarında mis qurşağıdır. Braziliya yaylasında yenə də dəmir filizi. Cavabımız olacaq nə? D variantı. 61-ci sualda Cənub meşə qurşağında ağac tədarükünə görə fərqlənən ölkələr. Cənub meşə qurşağı deyir, özü də Şimali Afrika deyir. Təbii ki, buradan mütləq o variantı çıxacaq. A variantından Şimali Afrika getdi və yaxud da ki, elə Mərkəzi Avstraliyanın adı varsa, burada meşə nə gəlsin, düzdür? Yəni, meşə qurşağına aid deyil. Cənub-Qərbi Asiya yenə getdi, Ərəb ölkələri və yaxud da biz də Cənub-Qərbi Asiyayıq, amma burada neft, daha doğrusu meşə ehtiyatı yoxdur. Baxın, Amazon, Mərkəzi Afrika və Cənub-Şərqi Asiya, bəli, hansı ki, ekvatorial iqlim qurşağı yaranan ərazilərdir. Ekvatorial meşələr təbii zonası olan ərazilərdir. Mərkəzi Afrikada, Amazon da Cənub-Şərqi Asiyada. 62-ci sualda Afrikanın neft-qaz hasilatına görə fərqlənən ölkələr. Biz həm bu sualda bilməliyik ki, neft harda çıxardılır, həm də bir növ elə ki, OPEC üzvləridir, baxın. 62-ci sualda Əlcəzair, Liviya, Nigeriya həm də OPEC üzvləridir, neft ixrac edən birlikdə. 63-cü sualda Avropada təbii qaz hasil edən ölkələr. Biz Şimal dənizi sahilində ixracatında əsas təbii qaz ixrac edən, yəni yer tutan ölkələri biz seçə bilərik. Norveçdir, Niderlanddır və Böyük Britaniyadır. Neft təbii qaza görə seçilən ölkələrdir. Niderlandda da yəqin ki, Holland sendromunu eşitmişsiniz, təbii qazla bağlı. Eşitməmisiniz də bunu araşdırın, həm də kitabda var. 64-cü sualda dəmir filizi ehtiyatı və hasilatına görə fərqlənən ölkələr. Yenə dəmir filizi deyir, biz burada, məsəl üçün, bildiklərimizi ən azından bilirik ki, məsələn, bu çökmə suxurdur, yəni neftə qaza görə seçilən ölkələrdir, bunları çıxmalıyıq. Həm də ki, Braziliya mütləq deməliyik, Avstraliya deməliyik, Çin dəmir filizi, daş kömür, Rusiya dəmir filizi, daş kömür görə seçilən ölkələrdir. D variantı avtomatik özü gəlir ki, məni seç. 65-ci sualda boksit hasilatı və ixracı ilə seçilən ölkələr. Bayaq da boksitə aid bir qəşəng sualımız var idi. Qayana, Surinam və Yamaykanı götürə bilərik. 66-cı sualda deməli deyir ki, mineral ehtiyatların mənimsənməsi potensialı böyük olan ölkələr, yenə də faydalı qazıntısı çıxarılan, zəngin olan ölkələr, Rusiya, Kanada, Avstraliya, Braziliya, ABŞ, bax bu kimi ölkələr, Hindistan da, Çin də bunları götürə bilərik. 67-də daş kömürün əsas idxalçıları, yəni alan ölkələr, alan deyirsə hər zaman inkişaf etmiş ölkələri, unutmayın ki, alanlar ancaq olardı. Bir dəqiqə, burada deməli nə olacaq variantımız? Yaponiya, İtaliya, Fransa və Belçika. 68-ci sualda xəritə sxemində göstərilən ölkələrin malik olduqları müvafiq təbii ehtiyatları istəyir bizdən. Bax, deməli, burada, məsələn, Kongodur. Kongo bilir ki, neft çıxardır. Qərbi Afrikada ən çox, bax, burada variantlarla da işləyə bilərsiniz. Variantla da işləyə bilərsiniz. Bax, deməli, bax, burada birinciyə, yəni, deməli, daş kömürə görə, yox, belə şeylə işləyək də, variantın gəlini ilə qarşısında yazaq. Özünüz görəcəksiniz ki, seçilir. Birinciyə götürə bilərik, bax, belə yazaq. 1, 2, 3, biz də variantlar kimi yazaq ki, biz bunu aydın seçə bilək. Deməli, birinciyə olacaq uşaqlar 2, ikinci uyğun gələcək, yəni neft. Sonra 2-yə uyğun gələcək mis, Mərkəzi Afrika. Kongonu düzdür, neft kimi də götürə bilərsiniz. 3 uyğun gələcək, Mərkəzi Afrikadır, demişdik. Kongoda, Zambiyada, Zimbabve'də, Ant dağlarında mis qurşaqları olaraq. Üçüncüyə nə qaldı? Daş kömür. Biz də bilirik ki, carda daş kömür ehtiyatı zəngindir. Burada olacaq 1, 2, 3 və 1 cavabımız C variantı olacaq.
69-cu sualda yenə həmçinin xəritə sxemində göstərilən ölkələrin malik olduğu biz yenə məsəl üçün 1, 2, 3 yazmalıyıq bu qaydada. Ondan sonra yəni öz vərəqinizdə də bunu çalışın. Belə eləyin ki, imtahanda çaşmayasınız. Çünki variantlar o cürə işlənilib. Baxın görürsüz. Variantlar o vəziyyətdə işlənilibdir. Demək birinci olacaq 3 neft. Şimali Afrikadırsa mütləq neft olacaqdır. İkinciyə olacaq deməli ikinci nədir? Hə, ikinciyə əsasən olacaq deməli 2, yox, ikinciyə, daha doğrusu birinci uyğun gələcək. Bax, variantları adam qarışdırır. İkinciyə olacaq 1 və üçüncüdə də olacaq nə qaldı? 2, yəni mis. Cavabımız olacaq nə? 3, 1, 2, cavab A variantıdır. Baxın, burada A variantı. Deməli, oldu neft ehtiyatı birincidə, ikincidə oldu qızıl. Carda bilir ki, qızıldır, almazdır, daş kömürdür. Yaxşı faydalı qazıntılarla, yəni zəngindir Cənubi Afrika Respublikası. Nə istəsən orada var. 70-ci sualda deməli bizə nə deyir? Skandinaviya yarımadasını verib Ərəbistan və qarşısına da option, deməli əraziləri verib və faydalı qazıntıları veribdir. Biz sadəcə bizə qalır uyğunlaşdırmaq. Skandinaviya yarımadasıdırsa, qədim dağdır, mütləq dəmir fezini deməli deyə bilərik daha doğrusu. Dəmir fezi. Ərəbistan yarımadasıdırsa ağlımıza ilk gələn nə olacaq Ərəbistan yarımadasında? Nə olar sizcə? Təbii ki, neft. Düzdür? Apalaç dağları, daş kömür, ABŞ-ın daş kömür ehtiyatı həmin ərazidədir. Yazdıqlarımı heç özümdə oxuyamıram. 2, 3, 1 olacaq və Malakka yarımadası Qalay Wolfram qurşağıdır. 2, 3, 1, 4 cavabımız Y variantı olacaq. 71-ci sualda uyğunluğu müəyyən edin. Qərbi Sibir, Orta Sibir, Hind-Çin və Anadolu yaylası. Variantlarımıza baxırıq. Qalay Wolfram qurşağı varsa bu Hind-Çini götürə bilərik. Düzdür, Cənub-Şərqi Asiyada ən azından bunun qarşısına bildiyimiz deyəndə dərhal variant özü çəkir də, biz onu götürə bilərik. Türkiyədə bilirik ki, xromit ehtiyatlarına görə seçilir. Ona görə xromiti biz Anadolu yaylasına götürürük. Birinci Qərbi Sibir, bayaq dedim, Rusiya Qərbi Sibirdən neft çıxardır və Orta Sibirdə də daş kömür. 3, 1, 2 və 4 cavabımız Y variantı. Rusiya şanslı ölkədir ki, qəşəng faydalı qazıntılarla zəngin, inkişaf etmiş ölkədir. İnkişafda olan ölkədir, düzdür, inkişaf etməyibdir. 72-ci sualda müvafiq olaraq Qalay isə Malayziya, İndoneziya, boksit isə Qvineyadır, Qayana, Surinam, bax bu ərazilərdədir. 72-ci sualın cavabı ilə A variantı olacaq. 73-cü sualda müvafiq olaraq dəmir fezi və mis ehtiyatı. Bayaqdan 50 dəfə dedik ki, mis deyəndə Ant dağları və yaxud da Mərkəzi Afrikadan hansısa bir ölkəni götürə bilərsiniz. Boliviya məsələn mis qurşağı ola bilər, Ant dağlarında yerləşir. Və yaxud da Çili, Braziliya, Çili, Peru ola bilər. Dəmir fezidəki Braziliya. Mütləq. Baxın, variant özü deyir. Dəmir fezidsə biz nə Namibiyanı, nə Böyük Britaniyanı, nə Suriyanı, Surinamı, nə də ki Kubanı demirik. Cavabımız B variantı. 74-cü sualda Skandinaviya ölkələrini götürür. Skandinaviya ölkələrini verib daha doğrusu. Burada biz bilirik ki, şimal meşə qurşağına aiddir. Biz də ağacdan axtarmalıyıq da. Şimal meşə qurşağıdırsa, ağac var, B variantında var, Y variantında. Baxaq, deyir ki, yerli tələbatın istehsaldan çox olması. Burada yerli tələbat yox. Meşə hidroenerji ehtiyatları, yəni su enerjisi də var. Bir də ağac emalı və kağız selluz. Deməli, cavabımız elə Y variantı özünü göstərir. Bu yerli tələbatı çıxandan sonra cavab Y variantı özünü göstərir. 75-ci sualda verilmiş yanacaq növlərindən əldə olunan istiliyin miqdarını müəyyən edin. Biz də bilirik ki, ən çox istiliyi verəcək bizdə neft, sonra daş kömür və yanar şist. Cavabımız olacaq A variantı. Sadəcə o burada nəyə görə daş kömürlə yanar şisti bərabər verir? Biz vurub hesablayanda neftin belə deyək də öz rəqəminə vuracaq 10.500-ə, yanar şisti özünə daş kömürdə. Ümumiyyətcə bilirik ki, şərti yanacaq vahidi 7000 kilokalori verə 1 kiloqram daş kömürdür. Biz buna aid məsələlər istəsəniz işləyə bilərik. Yəni bu mövzuya aid yer ayıra bilərəm. Biraz uşaqlar o mövzularda çətinlik çəkirlər. Amma çətin bir məsələlər deyil. Latin Amerikasında geniş yayılmış filiz xamalarını istəyir bizdən. Latin Amerikasında geniş yayılmış filiz faydalı qazıntılar, mütləq mis götürməliyik, Ant dağları var. Braziliya varsa dəmirdir, Braziliyada həm də boksit ehtiyatı var. Cavabımız C variantı olacaq. 77-ci də təbii sərvətlərin aid olduqları müvafiq ölkələri istəyir bizdən. Təbii sərvətlər və aid olduqları. Baxaq A variantında boksit Yamaykada var. Bəli, Qayana, Surinam, Braziliya, Yamayka deyə bilərik. Daş kömür Carda var. Qalay Wolframda Malayziyadadır da. Elə cavabımız A variantıdır da. Niyə də olmasın. 78-də Asiyanın neft və qalay ehtiyatına görə fərqlənən ölkələri.
Neft və qalay. Neft deyəndə Cənub-Qərbi Asiyadır. Burada təbii ki, neft ölkələridir, ərəb ölkələri. Qalay da ki, Cənub-Şərqi Asiyadır. Harda Cənub-Şərqi Asiya gördünüz, biz qalay wolfram deyəndə onu götürə bilərik. Bir dənə variantda da elə A-dır da. A-dan başqa Cənub-Şərqi Asiya yoxdur. 79-cu sualda dünya təbii qaz ehtiyatının daha çox olduğu ölkələr. Dünyada təbii qaz ehtiyatı hardadır? Neft çıxaran ölkələr Rusiya ilə İrana 100% deyə bilərik. Məsələn, Braziliyadır, Ukraynadır, Polşadır. Məsələn, İtaliyada çıxandan sonra variantlardan elə özü göstərir. 80-ci sualda, deməli, xəritə sxemdə göstərilən ərazilərdə hansı təsərrüfat sahələri daha yaxşı inkişaf etmişdir? Biz uşaqlar, bu sonuncu sualımız olsun. Növbəti sualları istəsəniz videonu davam elətdirə bilərəm. Sadəcə bunları çəkməkdə məqsədim odur ki, biz təkrar bilirəm ki, bunların hamısını siz hazırlıqda 100% məşğələlərdə işləmisiniz 100%. Çünki önəmli dərslərdəndir. Sadəcə təkrar məqsədilə biz bunları işləyə bilərik. 80-ci sualda. Deməli, baxaq. Cənubi Afrika var. Şimali Asiyada bir də rəqəmin biri hardadır görəsən? Rəqəmin biri dəqiq görsənmir. Yəni, qalay burada bir rəqəmini təxmini bu ərazilərdə görə bilirəm. Burada da məsəl üçün boksit deyə bilərik. 80-ci Yamaykadır, məsəl üçün bu ərazilərdə deyə bilərik də. Yəni, əlvan metal hasilatı ola bilər, 1-də əlvan metal, daş kömür hasilatı 2-də və qara metallurgiyada da 3-də də, yəni qara metallurgiya, çünki burada daş kömür çıxardılır, burada dəmir flizi çıxardılır, bu da dediyimiz kimi. Ona görə cavabımız nə oldu? Cavabımız oldu əlvan, daş kömür, C variantı. Əssalam, cavabımız olacaq C variantı. Hər birinizə uğurlar arzulayıram. Çalışacağım DİM-in 20 sınaq imtahanından suallar, yəni izahına baxaq. Bir də hansı mövzuları istəyirsinizsə, o mövzuları da deyə bilərsiniz. Mən izah etməyə hazıram. Hər birinizə uğurlar arzulayıram. Vaxtım olduqca videoları paylaşacağım. Sağ olun.